Bütün dinləyicilərimizi salamlayıram. Həkimlik peşəsi mənim üçün ən şərəfli və müqəddəs bir peşədir. Bu peşənin isə şahesəri cərrahiyyədir. Mən arzu edirəm ki, bütün cərrahların əsəri və qeydləri müsbət notlarla tamamlansın. Və həkim üçün ən önəmli verdiyim məqamlar isə peşəkarlıq, sənətinə sevgi və məsuliyyətdir. Bu üçü cəmlənərsə, cəmiyyətimiz üçün, xəstələrimiz üçün, onların şəfa tapması üçün daha çox faydalı olur. Həkimlik sizin üçün sadəcə bir ixtisasdırmı, yoxsa həyat tərzi? Bu həkimlik sənətdirmi, yoxsa həyat tərzidirmi? Təbii ki, həkimliyə biz bir ixtisasçı olaraq başlayırıq. Amma zaman keçdikcə artıq bu sənət, bu peşə bizim həyat tərzimizə çevrilir. Həyatımızın da böyük bir qismini alır. Amma bu həyatın, bu sənətdən də zövq almağı bacarmaq lazımdır.